Hər yerə müraciət eləmişəm, heç yer baxmayıb. Baxmaya bilməz. Tutulur axı. Tutulub bir dəfə, çıxıb, ondan sonra da yenə baxmırlar. Müraciət eləmişəm ki, bəs uşaqları mən çatdıra bilmirəm, yedizdirə bilmirəm, çıxdım. Vermirlər heç yer. Yəni ana da müraciət edib məhkəməyə falan. Atam bir dəfə tutublar, ondan sonra da görüb verməyib, ana da artıq belə deyim, bezib də. Özü bezib, get gəldən ki, onsuz da vermir. Yəni bu vəziyyət budur. Kimə dəstək olmazsa əlaqə saxlayın, bax, kirayə, biləcəri, 2 uşaq. Ana özü bilsən utanmır, eləmir, deyir, valla nədir odur. Mənim qapımı kimsə açıb deyir, bir qohumum, bir gətirir bazarlığıma, kirayə pulunu eləyən varmı? Bəli, nəticə qonşu baca kömək edir. Yəni qohumlardan oradan yoxdur, yazıq ona görə bu halda. Yəni burada çox vaxt belə deyirlər ki, niyə birinci? Əlbəttə birinci qohumlardır. Yalnızca bir ailə çətindəsə birinci qohumlarıdır. Sonra qonşulardır, ondan sonra artıq xalqımız hər kəsin borcudur ki, hər bir müsəlman ki, sədaqəsini